Sudan danışacağıq. Azərbaycanın su gələcəyi və görülmüş işlər barədə qonağımız Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə söhbət edəcəyik. Əhməd müəllim, bugün biz əlimizi ürəyimizin üstünə qoyub rahat nəfəs ala bilərikmi ki, bizim yaxın, məsələn, 5 il üçün rahat su təminatımız var, bütün ölkə ərazisində. Azərbaycanda deməli su ehtiyatları sulu illərdə yaxşı, normal illərdə 31-32 milyard arasındadır. Amma su kasıb olan vaxtlarda, quraqlıq olan vaxtlarda, yəni yağmurlar az olan vaxtlarda isə 24 milyarda yaxın düşür bu rəqəm. Ondan bizdə 21,9 milyardı su anbarları həcmlərimiz var ki, biz onu nizamlaya bilərik. Mingəçevir 15,7 milyard, Şəmkir 2,5 milyard, Araz 1 milyard 250 milyon kubmetr həcmində. Yəni bu göllər əvvəldən olan su anbarlardır. Amma sonradan da tikilənlər indi bu dəqiqə əsas məqsəd odur ki, Azərbaycanda su təchizatının, suyun nizamlanması, olan imkanlardan istifadə olunması yaxşılaşırsın. Yəni biz dövrü qabaqlamaq üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hələ Ulu Öndər Heydər Əliyevin dövründə bu məsələlər başlanmışdı və Cənab Prezident də həmən işləri davam elətdirir. 2007-ci ildə Taxtakörpü su anbarının tikintisi, Samur Abşeron sualma sisteminin yenidən qurulması layihəsinin icrasına başlandı. Cənab Prezidentin iştirakına təməl qoyma aparıldı. 2013-cü ildə bu anbar istifadəyə verildi. 268 milyon kubmetr su tutan Şimal zonası üçün Bakı, Sumqayıt şəhərlərinin su təchizatını yaxşılaşmaq üçün çox bir əhəmiyyətli, strateji əhəmiyyətli bir obyektdir. Biz bu yolla sel vaxtında, su vaxtında biz gölümüzü doldurmaqla 268 milyon suyu ehtiyat eləməklə, bu da 268 milyon su Bakı şəhərinin, Sumqayıt şəhərinin elə bilin ki 7-8 ay müddətə su təchizatı deməkdir. Bu böyük rəqəm. 7-8 ay heç su gəlməsə biz ancaq o gölün hesabına təmin edə bilərik. Üstünə Ceyranbatan gölündə gələndə, Ceyranbatan gölündən ikisindən bir yerdə bizim maalesef 10 aya yaxın deməli su təchizatımız olur. Əgər sular təmiz dayansa, bu da dayanmır, həmişə gəlir. Ona görə də deməli çox böyük əhəmiyyətli bir obyektlərdir. Təkcə onunla kifayətlənmədi Cənab Prezident. Eyni vaxtda Qərb zonası üçün çox əhəmiyyətli olan Şəmkir çay su anbarında tikintisi üçün qərar qəbul elədi və 2009-cu ildə onun da tikintisinə başlanıldı. Eyni vaxtda bir ölkədə, Azərbaycan kimi çox da böyük olmayan ölkədə 2 dənə belə böyük nəhəng tikintinin aparılması ancaq ölkə rəhbərinin o siyasi qərarı nəticəsində mümkün ola bilərdi, başqa cür olmadı. 2014-cü ildə həmən su anbarda tikildi, başa çatırıldı, 164 milyon kubmetr su tutan su anbarı. Bu anbar Gəncə və Şəmkirin, Samurun əhalisinin içməli su ilə təminatını deməli həll eləyir. Eyni zamanda o zonada 54 min hektar yeni suvarılan sahələrin su təchizatını yaxşılaşdırır və 17 min hektarda yeni suvarılan sahələri dövrəyə daxil etməyə imkan verir. Deməli, Samur Abşeron suvarma sisteminin yenidən qurulması, Taxtakörpü su anbarının tikilməsi bizə verilirsə 150 min hektar şimal zonasının torpaqlarının su təchizatını yaxşılaşdıraq. Eyni zamanda 30 min hektarda yeni suvarılan sahələr istifadəyə verək. Şəmkir də 54 min hektar yeni suvarılan sahələrin su təchizatının yaxşılaşdırılmasını, 17 min hektar isə yeni suvarılan sahələrin istifadəyə verilməsini imkan yaradır. Mənbəyi Azərbaycanda olmayan, kənardan Azərbaycana gələn Kür və Araz çaylarının Azərbaycan ərazisinə hansısa dövlətlər, lap elə bu keçid ölkələri tərəfindən buraxılmaması mümkündürmü? Yəni, beynəlxalq qaydalar varmı ki, tutaq ki, Gürcüstana mı, yaxud İrana mı su daha çox lazımdır, onlar bu çaylara problem yaradırlar və Azərbaycan qalır susuz. Belə bir şey mümkündürmü? Azərbaycanın su ehtiyatları ümumiyyətlə 70% kənardan gəlir. Deməli, Azərbaycanın su ehtiyatları
31-32 milyardsa, onun 21 milyardı təxminən tranzit sular sayılır. Yəni kənardan gələn, başqa ölkələrdən gələn sular sayılır. Yəni bu çaylar sayılır da? Bəli, Kür və Araz çayları vasitəsilə, bir də Samurdur, başqa bizim Xırda çaylar da var ki, hansı ki bölgüsü gedir. Bu suyun bölgüsünün beynəlxalq normalarından sudan istifadənin Helsinki konvensiyası var. O konvensiyaya görə əgər yuxarıda mənsəbdə duran hər hansı ölkə sudan istifadə eləmək istəyirsə, mütləq qonşu dövlətlərlə, o su ilə bağlı olan dövlətlərlə razılaşmalıdır. Yəni suyun çatır-çatmır, aşağıda olan dövlətlərə ziyanı var, yoxdur, bunlar hamısı nəzərə alınmalıdır. Bu mümkün deyil. Yəni əslində bizdən yuxarıda mənbə olmağına baxmayaraq, onlar bizlə razılaşmalıdırlar. Beynəlxalq qaydalar bunu tələb edir. Cənab Prezident bəyan elədi ki, biz gərək özümüz müəyyənləşdirək, nə əkək və kənd təsərrüfatı məhsullarına xüsusilə postneft periodunda böyük ehtiyac var. Çünki yavaş-yavaş neft arxa plana keçir və qeyri-neft sektoru inkişaf eləməlidir və təbii ki, qeyri-neft sektorunda böyük bir qolu kənd təsərrüfatı ilə bağlıdır. İndi özümüz əkək, Cənab Prezident bəyan elədi. Amma təbii ki, bu bəyanatı yerlərdə icraçıları müəyyən addımlar atmalıdırlar bu bəyanatdan irəli gələn. İndi necə düşünürsünüz? Yəni, var bitkilər ki, onlar çox su istəyirlər. Məsələn, çəltik. O, sudan doymur. Ümumiyyətlə, o gərək suyun içində yaşasın. Var pambıq, ona tutaq ki, su az lazım olur. Sizcə bunu necə eləmək, necə nizamlamaq olar ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyi fermerlərin arzuları və iddiaları arasında çaşbaş vəziyyətdə qalmasınlar. Yəni, mən çəltik əkmək istəyirəm, buyurun, əkin. Amma başqa birisi də 3-cü, 4-cü, 10-cu, 30-cu, 40-cı da çəltik əkmək istəsə, bizim sulla ciddi problemimiz olacaq. Bax, bu koordinasiya işləri necə qurulmalıdır sizcə? Həmənki torpaqlardan səmərəli istifadə eləmək məsələsi əsas məsələdir. Yəni, o torpaqda o bitkilər əkilməlidir ki, o bitkilər məhsuldarlığı yuxarı olsun. O texnologiya tətbiq olunmalıdır ki, orada az su tələb olunsun, amma bütün agrotexniki tədbirlər təmin edilməklə yüksək məhsul götürsün. Bunun da nümunələri var. İndi Ağcabədi Füzuli zonasındakı iri taxılçılıq təsərrüfatları yaranıb. Orada sudan səmərəli istifadə edilmək üçün Amerikanın buraxdığı valley suvarma sistemləri qurublar. O suvarma sisteminin üstünlüyü ondadır ki, deməli, əgər şırınla suvarsan 1000 kilometre su lazımsa 1 hektara, burada 605 olur. Deməli, 2 dəfəyə yaxın qənaət var. Yəni, əgər bağlarda bizdəki suvarmanı biz düzgün təmin etsək, yəni damcılı sulla təmin etsək, 400 kubbəs olur. Yəni, 40% qədər suyla bağlarda həmənki məhsul almaq üçün, biraz da yaxşı almaq üçün şərait var. Yəni, bu mütərəqqi suvarma sularına keçmək lazımdır. Dünyada Azərbaycan su təminatında deməli, ehtiyacı olan ölkələr sırasındadır. Yəni, bizdə bu resurslar komitəsi var dünya üzrə. Bunların hesabladığına görə deməli, bizdə adam ilə düşür 1000 kuba yaxın, 1200 kuba yaxın su. Belə düşür. Amma İsraildə 150 kub düşür. İsrail o 150 kubla torpağından istifadə edir, mütərəqqi suvarma sularını istifadə edir və görsən həm özündən təminat yaradır, həm də görsən xarici kənd təsərrüfat məhsulu da satır. Yəni biz o üsullardan istifadə edirik, mütərəqqi sulardan istifadə etməklə biz gərək torpağımızdan səmərət götürək. Torpaqlar əvvəllər də var idi, təkrar əkin aparırdılar. Məhsul yığılırdı, ikinci əkin aparılırdı. Bunlar hamısı torpaqdan deməli intensiv istifadə eləmək lazımdır torpaqdan. Amma intensiv istifadə üçün gərək daha çox texnologiya, yeni texnologiyalar tətbiq olunmuş olsun. Həm suvarmada, həm agrotexniki tədbirlərdə mütərəqqi sular tətbiq eləməklə 3 məhsul Azərbaycanın torpaqlarının çoxunda götürmək mümkündür. Yəni taxıl da götürmək olar, tərəvəz də götürmək olar, başqa bitkilərdə əkmək olar, 3 məhsul götürmək olar. Mən Şəmkir rayonunun Zalcın müəyyən kəndləri bu dəqiqədə o işlə məşğuldurlar. Amma siz düz deyirsiniz ki, suda
müəyyən problemlər ola bilər. Ona görə gərək əvvəldən biz koordinasiya eləyək bu məsələləri. İndi bax, əkirdilər, taxılı çıxırdılar. Bir dəfə, iki dəfə su verirdik, taxıl qutardı və salam, su da kəsilirdi. Amma indi suyu kəsmək mümkün deyil, çünki cəmiyyətin ki, torpaqları var. İndi Şəmkirdə Tavuzda parnik əkiblər. Parnik sahələri 9 ay su tələb edir ən azı. Ondan danışıram da, yəni israfçılıqdır. O suyu biz nizamlayırıq və çatdırırıq, orada problemimiz yoxdur. İndi bu dəqiqə bəlkə Şəmkirdə 1000 hektarlarla parnik sahələri var. Hamısı da özdə məhsulunu xaricə satırlar. Daxili bazarı deyirlər, eyni zamanda Rusiya bazarına çox yaxşı məhsul verirlər. Tavuz, Şəmkir bu dəqiqə, Sabirabad rayonun özündə başlanıb bu işlər. Yəni əslində işlər gedir. Əhməd müəllim, bugün su neçəyədir, neft neçəyədir? Demək olarmı ki, artıq su nefti keçib? Bilirsiniz, əslində götürəndə su hal-hazırda neftdən bağlıdır. Hətta? Neftdən bağlıdır. Amma suyun özünün istehsalı ki var, hər bir rayonda müxtəlif qiymətlərə başa gəlir. Haradasa 1 manat, 2 manat səviyyəsindən yuxarı gəlir. Neft neçə olur onda? Neft sentləndir. Gerək gələcəyimizdən müğayyət olaq. Qonağımız Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə idi. Biz onunla sadəcə su haqqında danışırdıq.